İran lideri Xameneyinin təcili açıqlaması var və bu açıqlama Amerika Birləşmiş Ştatları ilə gərginliyin yenidən artması və son hərbi zərbələrlə bağlıdır. İranın rəhbəri Müştəbə Xameneyi bildirib ki, ABŞ artıq yaxın şərqdə əvvəlki kimi təhlükəsiz zonaya sahib deyil və regiondakı Amerika bazaları birbaşa risk altındadır. Bu açıqlama Amerika Birləşmiş Ştatlarının İranın cənubundakı raket və dəniz obyektlərinə indirdiyi son zərbələrdən sonra gəlib. Digər mühüm məsələ isə Hörmüz boğazıdır. Xameneyi bildirib ki, İran bu bölgədə nəzarəti və təzyiq imkanlarını mütləq şəkildə qoruyacaq. Tehran bunu regional təhlükəsizlik mexanizmi kimi təqdim edir. ABŞ isə beynəlxalq dəniz ticarətinə təhdid hesab edir. Xüsusilə neft tanker keçidləri və boğaz üzərində nəzarət məsələsi hazırda əsas böhran nöqtəsidir. Elə bu istiqamətlər üzrə də studiyamızın qonağı siyasi ekspert Müşfiq Abdulla bəy ilə müzakirə aparacaq. Müşfiq bəy, xoş gördük sizi. Hoş gördüyünüz xanım, sağ olun. Müşfiq bəy, bu Xameneyinin bu açıqlaması üzərinə bütövlükdə regionda baş verənləri, yaxın şərqdəki hazırki gərginliyi və elə bu anda mövcud olan reallıqları sizdən eşidək. Xameneyinin bu açıqlaması göstərir ki, İran nə Hörmüz boğazı məsələsində, nə də əslində digər məsələlərdə heç bir danışıqlarda güzəştə getmək istəmir. Yəni özünün o sərt mövqeyindən çəkilmək niyyətində deyil və bu da ona görə danışıqların belə ciddi bir nəticə verəcəyinə ümid yeri qoymur. Dünən də Xameneyinin adından belə bir açıqlama yayılmışdı ki, sağdırsa özü deyil, sağ deyilsə onun adından yayılıb ki, Amerika Birləşmiş Ştatları yaxın şərqdəki hərbi bazaları mütləq regiondan çəkib aparmalıdır və bu bazalar bölgədən çıxana qədər İran öz mübarizələrini davam etdirəcək və öz mövqeyində qalacaq. Ancaq əslində İranın bu mövqeyi dünən elə ilkin nəticəsini verdi və bilirsiniz ki, Amerika deməli Sepah məxsus tankerləri bombaladı. Tankerlər də yox, daha doğrusu hərbi gəmiləri bombaladı və bir neçə Sepah əskərinin də öldüyü bildirilir. Yəni müharibə bu cür şeylər, bu cür ritorikalar istənilən an müharibəni qaçılmaz eləyir. Ona görə də yəqin ki, İran tərəfi bu məsələdə diqqətli düşünməlidir. Donald Trump Camp David'e gedib və onun orada ölkənin siyasi və hərbi rəhbərliyi ilə İran məsələsini müzakirə edəcəyi gözlənilir. Və Hindistandan Ermənistana qayıdan yol üstü orada müəyyən sənədlər imzalayan ABŞ-nin dövlət katibi Marco Rubio'nun verdiyi bir bəyanat da bu baxımdan diqqəti cəlb edir. O deyir ki, İranla bağlı ya hər şey yaxşı olacaq, ya da ki, heç bir nəticə əldə olunmayacaq. Bu isə onu göstərir ki, yəni Amerika Birləşmiş Ştatları yarımçıq nəticələr əldə etmək istəmir. Yəni İranın manipulyasiya cəhdləri, manipulyasiya səyləri danışıqlarda və nəyəsə cüzi nail olmaq, əsas öz maraqlarını təmin etmək, qarşı tərəfin heç bir maraqlarını nəzərə almamaq cəhdləri yenidən müharibənin başlanmasına gətirib çıxara bilər. Düzdür, əslində mən də hesab edirəm ki, indiki şəraitdə atəşkəsin uzadılmasında Birləşmiş Ştatlar da maraqlıdır. Yəni Trump administrasiyası hələlik atəşkəsin uzadılmasında maraqlıdır. Dünən elə əslində İran tərəfinin bu İranın dəniz qüvvələrinə atəş açmasına ciddi reaksiya verməməsi, Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərə yola düşərək danışıqları davam etdirmək cəhdləri, yəni hər iki tərəfin bu məsələdə hələlik atəşkəsin uzadılmasında öz maraqlarının olduğunu göstərir. Müşfiq bəy, Doha kanalının hal-hazırda diplomatik xətt olaraq aktivləşməsi də hal-hazırda maraq doğurur. Hansı kanalın? Doha, Qətər. Bəli, bəli. Amma burada diqqət çəkən məqam odur ki, burada məsələn İranın uzun müddət düşmən münasibətdə olduğu
Misir də artıq bu prosesə qoşulub, Qətər də bu prosesə qoşulub vasitəçi kimi. Amma Türkiyə bu prosesdə yoxdur. Yəni Pakistana əlavə olaraq görürsünüz, Qətər və deməli Misir də bu prosesin içindədir, amma Türkiyə nəsə bir etimad görmür. Yəni bu diqqət çəkən məqamdır. Ancaq ümumiyyətlə bilirsiniz ki, Qətər ümumiyyətlə Qərb və Qərb ölkələri ilə onun rəqib olan digər qüvvələr arasında həmişə bir ortaq platforma hesab edilir. Yəni barışmaz regionda maraqları toqquşan dövlətlər arasında bir ortaq platforma hesab edilir. Və yaxud elə Qətər vaxtı ilə Rusiya da təklif eləmişdi, Ukrayna ilə danışıqlar aparılması. Yəni Qətər sülh platforması kimi son vaxtda təşəbbüslərini artırıb, ancaq bunun nə qədər nəticə verəcəyi hələlik məlum olmasa da, ümumiyyətlə mən hesab edirəm ki, tərəflər atəşkəsin uzadılmasına maraqlıdır. Hətta Amerika Birləşmiş Ştatlarında noyabr ayında seçkilər keçirilənə qədər ola bilsin ki, Trump mərhələ-mərhələ bu atəşkəsin uzadılmasına çalışır. Və mən hesab edirəm ki, müharibənin başlamayacağını mən bir mənalı şəkildə demirəm. Ancaq düşünürəm ki, Trump üçün indiki şəraitdə neftin ucuzlaşması, Amerika Birləşmiş Ştatlarında benzinin ucuzlaşması, daxili təzyiqlərdən yayınma, yəni ilk növbədə də müxalifətin təzyiqlərindən yayınma və seçkilərdə qalib gəlmək əsas prioritetdir. Ondan sonra, amma bu o demək deyil ki, seçkilərdən sonra müharibə başlamayacaq. Ona görə də bu atəşkəs prosesi seçkilərə qədər uzana bilər. Yəni noyabr ayına qədər davam edə bilər mərhələli şəkildə və ondan sonra ola bilər. Yəni biz dünənki kimi atəşkəsin vaxtaşırı pozulması hallarını görə bilərik. Amma bu hələ müharibənin başlanması deyil. Ondan sonra tamamilə yeni bir mərhələ başlaya bilər. Əsas odur ki, bugün Trump üçün seçkilərdə qələbə, yəni konqresi keçiriləcək aralıq seçkilərdə qələbə əsas prioritetdir. Yəni bunu da nəzərdən qaçırmaq lazım deyil. Ona görə də düşünürəm ki, hazırda tərəflər daha çox çalışırlar ki, bu məsələ ilə bağlı siyasi manipulyasiya eləsinlər. Yəni Trump'ın özünün hazırda seçkilər, danışıqlarda bir uğur əldə edildiyinə dair tez-tez açıqlamalar verməsi, yaxın günlərdə, yaxın saatlarda ciddi nəticələrin elan olunacağına dair açıqlamalar verməsi ondan xəbər verir ki, məncə bax, bu fikirlər daha çox Amerika cəmiyyətinə, bir daxili ictimaiyyəyə hesablanmış bir fikirdir, bir manipulyasiyadır. Yəni Trump özünün müharibənin nəticəsiz qalmadığını, müəyyən məqsədlərinə çatdığını, İranın deməli İranın nüvə proqramı ilə bağlı artıq müəyyən razılaşmalar əlində olduğunu, İranın geriyə çəkildiyini göstərməyə çalışır və Hörmüz boğazının açıldığını göstərməyə çalışır. İran da çalışır ki, müəyyən qədər özünü qalib kimi təqdim etsin, çalışır ki, sanki bir növ sanksiyaların götürülməsinə və müəyyən maliyyə resurslarına, dondurulmuş maliyyə vəsaitlərinə çıxış əldə eləsin. Ancaq bunun mən İrana belə ciddi güləşlərin olacağını gözləmirəm. Yəni İran nüvə proqramı məsələsində güləşdə getməyənə qədər, yəni zənginləşdirilmiş uran ehtiyatının taleyi müəyyən olunmayana qədər mən inanmıram ki, tərəflər arasında ciddi bir irəliləyişə nail olunsun. Hələlik indi tərəflər kompromis variant kimi yalnız və yalnız İran tərəfi deməli mart ayından ilişib qalmış Körfəzdə gözləyən tankerlərin, gəmilərin keçməsinə şərait yaradır. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları da blokadanı götürməyib. Ancaq orada qalan gəmilərin təhlükəsizliyini təmin edərək onların
bölgədən çıxışına kömək edir, şərait yaradır və onların deməli ki, bu da sonra eyni zamanda dünya bazarında neftin qiymətinin ucuzlaşmasına təsir göstərən amillərdəndir. Tək nefti yox, eləsə digər məhsullar. Digər enerji məhsullarının və ticarət məhsullarının da. Müşfiq bəy, elə sözünüzə qüvvət, Reutersin məlumatına görə mümkün razılaşma layihəsində İranın 30 gün ərzində boğazı tam açması və minaların təmizlənməsi məsələsi yer alır. Amma Tehran bu keçid üzərində nəzarət imkanlarını tam itirmək istəmir. Hazırda İran boğazı həm hərbi, həm də siyasi təzyiq aləti olaraq Hörmüz boğazını İran əlində saxlamağa çalışır. Nə qədər bunu saxlamaq imkanı mövcud olacaq? Mən bayaq elə onu demək istəyirəm. Bilirsiniz, əslində İran, Amerika Birləşmiş Ştatları müharibəyə başlayanda bu müharibənin əsas məqsədi başqa idi. Yəni biz bunu sinefirdə dəfələrlə müzakirə etmişik. Yəni müharibənin məqsədi başqa idi. Yəni İranın nüvə proqramı, raket proqramına son qoyulması, eləcə də əslində bunun görünməyən tərəfi kimi İranın Çinə ucuz neft satmasının qarşısının alınması kimi səbəblər göstərilirdi. Lakin İran neylədi? Lakin İran Hörmüz boğazını bağlamaqla yeni bir problem yarattı və bu problem bir şantaj vasitəsi kimi bundan istifadə etməyə başladı və nəticədə İran deməli təmiz yeni kartlar istifadə etməyə başladı. Ona görə də bugün Amerika Birləşmiş Ştatları başı sanki qarışıb Hörmüz boğazı məsələsinə, əsas məsələlər arxa planda qalır. Və İran bu kartı əldən vermək istəmir. İran çalışır ki, Hörmüz boğazını bir silah kimi əlində saxlasın və bundan mütəmadi olaraq istifadə eləsin ki, başını qatsın düşmənin, rəqibin, qarşı tərəfdə onun əsas məsələlərlə məşğul olmasın. Bax, bu məsələlərlə məşğul. Yəni, İranın təhlükəsizlik strategiyası daim bunun üzərində qurulur. Düşməni öz sərhədlərindən xaricdə qarşılamaq. Bunun üçün İraq müharibəsindən sonra əslində deyilənə görə mütəxəssislər hesab edir ki, bu strategiyanı qurdu və bunun üçün də daha çox yaxın şərqdəki terror təşkilatlarından istifadə edirdi. Lakin 2023-cü ildə Həmas-İsrail müharibəsinin başlamasından sonra İranın yaxın şərqdəki o terrorçu qrupları, ardınca Suriyada hakimiyyət dəyişikliyi, yəni o qırmızı xətti İranın aradan götürüldü, o bufer zona dağıdıldı və İran öz sərhədlərinin içinə doğru sıxışdırıldı. Ona görə də İran bu istiqamətdə, yəni indi müqavimətini Hörmüz boğazı istiqamətində qurur və orada öz sərhədlərindən xaricdə düşməni qarşılamağa və onun başını orada qatmağa, onun üçün əlavə problemlər, maneələr yaratmağa çalışır. Biz gəlin 2014-cü ildə Yəməndə müharibənin başlamasından sonra Yəməndə ki, İranın siyasi fitnəsi ilə bir vətəndaş müharibəsi başladı. Ondan sonra baş verən proseslərə baxaq. Yəni, əvvəl Bab-əl-Məndəb boğazını o vaxt bağlamağa çalışdılar. İranın bu məqsədi bu idi. Yəni, Ənsarullah terror təşkilatının Yəməndə yaradılmasının məqsədi bu idi. Ardınca 2023-cü ildə yaxın şərqdə Həmas-İsrail müharibəsi başlayandan sonra Husilər bu prosesi həyata keçirdilər və Ədən körfəzinə çıxışı bağladılar və bu nəticədə beynəlxalq iqtisadi böhran yarandı. Sonra biz nə gördük? Sonra İran bu məsələni Hörmüzdə tətbiq elədi. Eyni zamanda da paralel olaraq Zəngəzur dəhlizini təhdid edir. Yəni İran özünün düşmənlərini və onların müttəfiqlərini, beynəlxalq ictimaiyyəti, dəhlizləri, mən bunu bir şərt olaraq
dəhliz terroru da adlandırardım. Yəni dəhlizləri bağlamaqla, şantaj etməklə, təzyiq göstərməklə, bu cür üsullarla qarşısını almaqla çalışır ki, həm düşmənləri öz sərhədlərindən kənarda qarşılasın, onlara o əlavə problemlər yaratsın, həm də beynəlxalq ictimaiyyətdə bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışır ki, onlar onun düşmənlərinə təsir göstərsinlər. Konkret desək, beynəlxalq ictimaiyyət bugün Amerika Birləşmiş Ştatlarına təsir göstərsin və onu geri çəkilməyə vadar eləsin. Bax, bu baxımdan da İran Hörmüz kartını əldən vermək istəmir. İran çalışır ki, bu aləti dairəsində saxlasın və yenidən müharibə başlayacağı təqdirdə Hörmüz boğazının növbəti dəfə bağlasın, neft bahalaşsın, helyum çatışmazlığı yaransın, mavi sıxılmış qaz çatışmazlığı yaransın, dünya ölkələrinin sənayesi böhran içində olsun və nəticədə Amerika Birləşmiş Ştatlarına təzyiq yaransın, həm ölkə daxilində, həm digər dövlətlər tərəfindən və onlar da müharibənin dayandırılmasını tələb etsinlər. Bax, bu məsələni, bu kartı İran əldən vermək istəmədiyinə görə Hörmüz boğazında ciddi bir dəyişikliyin, uğurun, yəni bir kompromisin əldə olunacağını mən gözləmirəm. Ola bilsin ki, mən hesab edirəm ki, bugün boğazdan qalmış gəmilərin buraxılması, müəyyən bir anlaşmanın əldə olunması Trump'ın Çinə səfərinin nəticəsi hesab edirəm. Çox güman ki, orada bu barədə müəyyən razılaşma əldə olunub və bilirsiniz ki, İran siyasətinə Çinin də müəyyən təsiri var, böyük təsiri var və görünür bir kompromis variant kimi bu məsələ razılaşdırılır və gəmilər buraxılır. Ancaq bu Hörmüz probleminin həlli demək deyil. Çünki İran eyni zamanda Hörmüzə öz iddiasını qoyur. Yəni ərazi iddiasını qoyur və burada çalışır ki, Hörmüzü öz ərazisi kimi təqdim eləsin və çalışır ki, başqa dövlətlərlə oradan keçən gəmilərindən, tankerlərindən bilirsiniz ki, rüsum alsın. Bax, bu rüsum məsələsi də öz həllini tapmayıb. Bu danışıqlarda əgər irəliləyiş əldə olunubsa, danışıqlarda müəyyən uğur əldə olunubsa, bu rüsum problemi necə həll olunacaq? Hansı beynəlxalq dəniz, beynəlxalq sulara daxildir və bu Hörmüz boğazı, neytral sulara daxildir. Bu heç kimin daxili göl deyil. Bu bir İranın daxili gölü deyil ki, İran buradan özünün ərazisi kimi təqdim eləsin buranı. Müəyyən sahil sular içində olmaqla oradan keçid sərbəstdir. İranda ümumiyyətlə göllərə, dənizlərə qarşı belə mövqe var. Biz bunu tarixdən çox yaxşı bilirik. Bəli. İndi mən bugün bir xəbərlə rastlaşdım. İran Xarici İşlər Nazirinin müavini Qəribabadi deyir ki, biz Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya yenidən baxacağıq. Yəni, onlar İran nəyə nail olmaq istəyir, nə etmək istəyir? Biz bunu bilmirik. Bu digər sahilyanı dövlətlərlə razılaşdırılıbmı? Yoxsa İranın öz şəxsi təşəbbüsüdür? Elə bunun nəticəsidir ki, uzun illərdir ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsində bütün müzakirə olunan qərarları İran tərəfi boykot edib. Məsələ ondadır ki, İran bugün Xəzər dənizindən bilirsiniz də çalışır. Rusiyadan deməli puallar daşımağa başladı, müharibədə istifadə eləmək üçün silah-sursat daşımağa başladı və İsrail də həmin İranın limanlarını vurdu Xəzər dənizində. Yəni, İran konvensiyanın tələblərini pozur, 3-cü maddəsində götürdüyü öhdəlikləri pozur, ona görə 17-ci maddəsində götürdüyü öhdəlikləri pozur və bugün İran, mən hətta gözləyirəm, durub konvensiyadan çıxdığını da bəyan edə bilər. Çünki orada görünür qoyulan öhdəliklər onu qaniləmir və İran daha çox çalışır ki, bölgədə bir silahlanma həyata keçirsin və buradan özünün militarist məqsədləri üçün istifadə eləsin.
Bu isə İranın götürdüyü öhdəliklərə ziddir. Ona görə də İran üçün İran tərəfdən hər bir istiqamətdə təhlükə gözlənilə bilər. Eləcə də Hörmüz boğazına 1982-ci ildə İran qol çəkdi. Beynəlxalq Dəniz Suyu Konvensiyasına qol çəkdi. Ancaq onu ratifikasiya eləmədi ki, əlində silah kimi səhər kimi istifadə eləsin, bunu tutsun əlində və beynəlxalq təzyiq kimi istifadə eləsin. Halbuki onda hələ nə belə müharibə vardı, nə bir şey vardı. Ancaq ondan sonra dəfələrlə İran tərəfi həmişə bir məsələ olan kimi deyib ki, mən Hörmüz boğazını bağlayayım. Bir mübahisə istər qonşu dövlətlərlə mübahisə yarananda, istər başqa dövlətlərlə mübahisə yarananda deyib ki, mən Hörmüz boğazını bağlayacağım. Yəni, bu onların bir strategiyası olub, onların bir planı olub, məqsədi olub. Və bu, indi də yaranmış fürsət var, fürsət düşüb əllərinə və bu yaranmış fürsətdən istifadə eləmək istəyirlər və bunu əldən vermək istəmir. Bəli, Müşfiq bəy, bir məsələyə də son olaraq diqqət çəkməyimizi istərdim. Deməli, Ağ Evin mətbuat katibinin müavini Anna Kelly bildirir ki, Vaşinqton hesab edir ki, İbrahim sazişlərinin genişləndirilməsi Tehranla sülh sazişinə təbii bir əlavə olacaq. O qeyd edib ki, prezidentin dediyi kimi İbrahim sazişləri bütün tərəflərə əhəmiyyətli iqtisadi fayda gətirdi və tarixi əməkdaşlığa imkan yaratdı. Buna görə də bu İranla sülh sazişinə təbii bir əlavə olacaq. Nə nəzərdə tutulur tam olaraq? Bu məsələdə İbrahim sazişlərinin sülhə töhfə verəcəyini demək bir qədər hələlik çətindir. Çünki ərəb ölkələrinin hələlik İranın siyasətindən bu müharibədə zərər görmüş ərəb ölkələrinin çox güman ki, İsraillə deməli İbrahim sazişlərinə qoşulması və İsraillə münasibətləri yaxşılaşdırılmasından söhbət gedə bilər yəqin ki. Çünki İran bu müharibə göstərdi ki, ərəb ölkələri anladılar ki, onların əsas düşməni İrandır. Və bilirsiniz ki, hətta İsrailin baş naziri Netanyahunun gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə səfər etməsinə dair məlumat yayıldı. Yəni, ərəb ölkələri, yaxın şərqdəki ərəb ölkələri özlərinin təhlükəsizlik arxitekturasını yenidən qururlar və bu prosesdə görünür İsrail onlara müəyyən dəstək və yardımçı da ola bilər. Amerika isə bu prosesdə zəmanətçi tərəf kimi iştirak edə bilər. Ancaq bunun sülh üçün hansı töhfə verə biləcəyini mən bu təhlükəsizlik və sabitlik üçün bir yeni sistemin qurulması cəhdi ola bilər. Ancaq bunun sülhə hansı töhfə verəcəyini açığı bir qədər proqnozlaşdırmaq indi çətindir. Çünki İsrail yaxın şərqdə müharibə aparır, eyni zamanda İranla potensial müharibə təhlükəsi qalır və müharibə başlayarsa İran yenidən ərəb ölkələrini vuracaq. Türkiyənin bu sənəddə yer alacağını mən açığı gözləmirəm. Türkiyə heç bir halda həmin sənədə qoşulmaq fikrində görünmür. Ona görə də bax bu məsələdə əgər məncə burada bir variant var, o da ondan ibarətdir ki, ehtimallardan biri də budur ki, Amerika Birləşmiş Ştatları İranla İsrail arasında düşmənçiliyə son qoymaq üçün və daimi sülhə nail olmaq üçün İranın İbrahim sazişlərinə qoşulmasını istəyir. Və tərəflər qarşılıqlı öhdəlik götürürlər, bir-birinə qarşı müharibə etməmək, aparmamaq, bir-birinə qarşı düşmənçilik etməmək barədə öhdəlik götürürlər, bir sülh imzalayırlar. Amma bu çox uzaq məqsədli uzun məqsədli bir hədəfdir Züleyxa xanım. İndi bunu tezliklə nail olmaq indiki şəraitdə real görünmür. Çünki əvvəlcə İran başqa məsələlərdə razılıq, İranla başqa məsələlərdə razılığa gəlmək lazımdır. Yəni, İran nüvə proqramından imtina etmək lazımdır. Bugün Rusiyanın BMT-dəki daimi nümayəndəsi təklif edib ki, Nebenziya təklif edib ki, biz hazırıq.
İranın zənginləşdirilmiş uran ehtiyatının Rusiyaya daşınmasına, köçürülməsinə. Ancaq ora köçürülməklə kifayətlənmək olmaz. Yəni o beynəlxalq MAGATE-nin nəzarətinə verilməlidir. Bundan sonra raket proqramı, yəni İsrail yaxın regionda yerləşir İrana və İranın raket, bilirsiniz ki, orta və uzaq mənzilli raketləri var və bu raketləri hər an İsraili vura bilir. Yəni bu proqramın onun məhdudlaşdırılmasına dair İran öhdəlik götürməlidir və İran İsraili heç vaxt vurmayacağına dair öhdəlik götürməlidir. Eləcə də məsələn bugün İran yenə də son günlər verdiyi bəyanatdan aydın olur ki, İran Hizbullaha dəstəyini geri çəkmək niyyətində deyil. İran yaxın şərqdəki proksi qüvvələrə dəstəyini geri çəkmək niyyətində deyil. İran yenə də Livanın daxili işlərinə müdaxilə edir. Yəni bax bu proseslər öz həllini tamamilə tapmayana qədər biz İranla İsrail arasında bir ciddi bir yaxınlaşmanın əldə olunacağını və İranın İbrahim sazişlərinə qoşulacağını biz proqnozlaşdıra bilmirik. Bu bilirsiniz, həm də İranın ideoloji təməl prinsiplərinə də ziddir. Narrativlərinə ziddir. Bəli, bugünkü İran İslam inqilabının doktrinasına ziddir, vilayət-i fəqihə ziddir. Yəni bunun İran dövlət siyasətinin bu təməl prinsiplər üzərində yürüdür. Ona görə də İran bugün İsraillə belə razılaşmaya getsə, bu onun ikiyüzlü bir siyasət yürütdüyünü aşkara çıxarmış olar. Bu onun məğlubiyyəti demək olar. Onsuz da onlar məğlubiyyətə çox yaxındırlar. Həm ideoloji cəhətdən, həm də hərbi cəhətdən. Məsələ burasındadır ki, bunu bir kompromis variant kimi təqdim ediblər. Ancaq mən düşünmürəm ki, İran bu məsələdə razılığa gəlsin. Ona görə də bu vəziyyətin bu cür davam etməsi İsrail ilə İran arasında növbəti müharibəni qaçılmaz edə bilər. Yəni sülhün tərəflər arasında anlaşmanın əldə olunmamasından söhbət gedir. Bugün İranın Livanın məsələsində Livanın daxili işlərinə müdaxilə etməsi, İsrailin qarşısına şərt qoyması. Biz İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai deyir ki, atəşkəs biz əldə etmişik Amerika Birləşmiş Ştatları ilə. Ancaq bu atəşkəs hər tərəfli olmalıdır. Livanı da əhatə etməlidir. Yəni İran bir manipulyasiya edir və burada vəziyyətdən çıxış yolu qoyur. Yəni səhəri gün İran atəşkəsi pozmaq üçün Livandakı vəziyyəti əsas bəhanə gətirsin. Bundan isə bu da onu göstərir ki, bugün Amerika Birləşmiş Ştatları ilə bir razılaşma əldə olsa da İsrail səhəri gün müharibəyə başlaya bilər. Üstəlik İsraildə bilirsiniz ki, erkən seçkilər gəlir. Seçkilər oktyabrdan sentyabra dəyişildi və bu seçkilər öncəsi Netanyahunun da reytingi xeyli düşdü və müxalifətin reytingi Demokratlar Partiyasının eyni zamanda Birlik Partiyasının reytingi artır və Netanyahu ola bilsin ki, istisna olunmur ki, Netanyahu seçkilərdə öz reytingini qaldırmaq üçün yenidən müharibəyə geçsin, yəni baxmasın burada Trump'ın ateşkəs istəməməyinə baxmayaraq, yəni yenə deyirəm, Trump noyabra qədər ola bilsin, seçkilərə qədər ateşkəsin davam etməsinə maraqlı olsun. Ancaq İsrail bunu gözləməsin. Çünki İsraildə erkən seçkilər gəlir və Netanyahu özünün reytingini qaldırmaq üçün bu addıma gedə bilər. Aydındır. Minnətdarıq sizə Müşfiq bəy, dəvətimizi qəbul etdiyiniz üçün və çox şaxəli şərhinizi bizimlə bölüşdüyünüz üçün. Sağ olun. Sağ olun. Belə, əziz izləyicilər, qonağımız siyasi ekspert Müşfiq Abdullah bəydir və regional məsələlərdən, təhlükəsizlik məsələlərindən, Reuters'də ən son Xameneyinin son açıqlamaları üzərinə də eyni zamanda müzakirə sizə təqdim etmiş olduq. Xameneyi hazırki İranın ali liderindən söhbət gedir. Müçtəbə Xameneyi Hörmüz blokadasının daha nə qədər davam edəcəyi ilə bağlı və eyni zamanda Amerika Birləşmiş Ştatları tərəfdən İranın cənub sahillərinə doğru
sərhədlərinə doğru olan hücumları və dəniz hücumlarını da özündə ehtiva edən təhlükəsizlik məsələlərinə öz yanaşmasını ifadə edib və mütləq şəkildə adekvat reaksiya verəcək deyə fikirlər səsləndirib. Elə bu tezislər üzərinə də müzakirəmizi qurmuş olduq və ən son Amerika Birləşmiş Ştatlarından məlum Abraham Accords, yəni İbrahim sazişlərinə İranın da qoşulması, yəni İranla sülh sazişinə İbrahim sazişinin ki, bu bəyanat indiki reallıqlarda nə dərəcədə mümkündür və hədəf nədən ibarətdir? Elə ən son olaraq da bu istiqaməti qonağımızla müzakirə etmiş olduq. Siz də bizi canlı olaraq Uydupek və YouTube kanalları üzərindən izləmiş oldunuz əziz izləyicilər. Bizi sadəcə izləməklə kifayətlənməyin. Eləcə də onlayn platformada Günahs TV kanalına abunə olmağı, verilişimizi bəyənməyi, paylaşmağı, canlı şərh bölməsinə fikirlərinizi, təkliflərinizi, suallarınızı yazmağı unutmayın ki, həm də dəyərli fikirlərinizdən faydalanmış olaq, həm də verilişimiz çox sayda hesabın qarşısına çıxmış olsun. Bu sadəcə YouTube alqoritmidir, hər hansı bir maliyyə, kommersiya marağımız mövcud deyil. Bir daha fürsətdən istifadə edərək sizləri Qurban Bayramı, eyni zamanda Respublika Günü, Müstəqillik Günü münasibəti ilə təbrik edirəm. Hər zaman xalqımızın bayram əhval-ruhiyyəsində olmasını, suverenliyimizin, müstəqilliyimizin əbədi və qüdrətli olmasını arzulayıram. Elə bu diləklə də sizinlə sağollaşıram. Növbəti buraxılışda görüşənə dək. Oyan gözün aşınan